Biz Güney Azərbaycan türkləri olaraq bugün üçün İran coğrafiyasındayıq. İstər istəməz özəlliklə iqtisadi və siyasi vəziyyətlərdə bu şəraitdən təsir almaqdayıq və millətimiz də bu bahalıqda, bu şəraitdə stres yaşamaqdadır. Amma bunu bilmək lazım ki, bizim hər bir şartlarda vətənimiz Güney Azərbaycandır və millətimiz türk millətidir. Biz gərək hər bir şəraitdə öz vətənimizi qurtarmağa, öz millətimizin yanında olmağa hazır olaq və bunun üçün fəaliyyət göstərək, çaba göstərək. Tarix boyu Səlcuqludan, Səfəvidən, Əfşardan, məxsusən Qacarda biz hər bir gücünə savaşanda Farslar bizim arxamızı boşaltmışlar. Hətta bilirsiniz, Qacar ilə Rusiya savaşanda belə Azərbaycan türkləri savaşmışdır. Heç bir millət gəlib bizim yanımızda durmamışdır. Hətta İran-İraq savaşında Azərbaycan türkləri gedib güneydə savaşmışlar. Amma yeri gələndə Azərbaycanı İran rejimi aşağılamışdır, türk millətini aşağılamışdır. Bugün hər bir olay olursa, hər bir bilirsiniz İranla İsrail belki envai senaryolar var. Bir senaryo budur ki anlaşıblar, bir senaryo budur ki özləri bilərəkdən belə oynayırlar. Və belki ama bunu biz bilməliyik ki, hər bir olayın içində, hər bir olayın sih bir məsələsində ola bilər ki bir savaşa dönsün. Biz o ləhzələrə, o şəraitlərə millət olaraq hazır olmalıyıq. Fəallarımız hazırdılar, fəallarımız millətimizi oyandırırlar. Hər bir şərtdə Güney Azərbaycan Türk dövlətini qurmağa, Güney Azərbaycan torpaqlarını qorumağa hazırlıq vardır. Amma biz bu torpaqlarımızı artıq Fars faşizminə yedirməyəcəyik. İstər şah olsun, istər molla olsun. Biz Güney Azərbaycan Türk Cumhuriyyətinin quracağıq, öz iqtisadımızı, öz siyasətimizi, öz varlıqlarımızı özümüz yönləndirib və özümüz qabağa aparacağıq. İstəyirəm ki, bir-birinizlə irtibatda olasınız və hər bir şərtdə, hər bir olağanüstü, yəni qeyri-mütərəqqibə bir olayda biləsiniz ki, hamımız yana-yanayıq, hamımız əl-ələyik və Güney Azərbaycan üçün meydanda olacağıq. Sağ olun, nə mutlu Türküm deyənə.